2026 Şir Bürcü illik proqnozu. Parlayacaqsınız, güclü dönüşlər yaşayacaqsınız və həm şəxsi, həm iş həyatında möhtəşəm nəticələr əldə edəcəyiniz bir il olacaq. Bu il sizin üçün səhnəyə geri dönüş təsiri yaradır. Ümumi enerji 2026 Şirə özünü göstərmək, nüfuz qazanmaq və uzun müddətdir arzuladığı bir uğuru əldə etmək üçün geniş qapılar açır. İl boyu enerjiniz yüksəlir, özünüzə inamınız artır və planlarınız real nəticəyə çevrilir. İş və karyera. Karyerada sıçrayış ili, mövqe yüksəlişi, iş dəyişikliyi və ya böyük bir layihənin başında olmaq ehtimalı çox yüksəkdir. Yaradıcılıq, rəhbərlik və göstərilən performans 2026-da daha çox görünür. Xarici işlər, səhnə, media, biznes və idarəçilik sahələrində böyük şanslar açılır. İlin ikinci yarısı şirlər üçün çox məhsuldar dövrdür. Maliyyə. Maddi baxımdan yüksəliş ilin ən güclü mövzularından biridir. May, avqust və dekabrda gözlənilməz gəlir və ya maliyyə fürsəti mümkündür. Qoyulan investisiyalar özünü doğruldur. Xüsusən də uzun müddətli olanlar. Sevgi və münasibətlər. Subay şirlər üçün 2026 tutqun, güclü və tali yüklü sevgi ilidir. Yeni biri ilə tanışlıq həyatınızı dəyişə bilər. Münasibətdə olanlar üçün il boyu stabillik, planlaşma və irəliyə doğru addımlar görünür. Ailə və münasibətlər daha isti, daha romantik və daha dərin olacaq. Şəxsi həyat və ruh halı. Enerji yüksəlir, cazibəniz artır, ətrafınızda daha çox təklif və diqqət olur. 2026 həm də özünü kəşf etmə və həyatda hara getmək istədiyinizi müəyyənləşdirmə ilidir. Yoluxucu motivasiya və güclü hədəf fokusunuz olacaq. Ən şanslı aylar fevral, may, avqust, dekabr. Diqqətli olun. Aprel işdə yorğunluq, emosional təzyiq. Oktyabr maliyyə qərarlarında tələsməmək lazımdır. İstəsən 2026-cı şir üçün aylıq proqnoz da hazırlaya bilərəm.